Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullah. Allah ibadet itaatlerinizi kabul etsin. Oruç namazlarınız Allah dergahında kabul olsun. Dünən çok güzel bir veriliş oldu. Çok güzel mevzuya toxunduq əziz dəyərli ustadlarımızla. Bugün yenə də sizin xahişlərinizi nəzərə alaraq və bizim təkidimizi nəzərə alaraq əziz dəyərli ustadımız yenə bizləndir. Mircəfər ağa yenə bizləndir inşallah. Təkid mənə aid deyil, Hacıya aiddir. Özüm gəlirəm. Bəli, yəni bu bəli, biz iki nəfər zaten varıq. Təkidi Hacıya görədir. Salam Hacıcan, hoş gəlmişsiniz yenə. Çox sağ olun. Çox təşəkkür edirəm sizə ki, vaxt ayırdınız, gəldiniz. Görməz olsun, təşəkkür. Allah sizə Seyyid, salam aleyküm və Salam aleyküm və rahmetullah. rəhmətullah. Biz daimi qonaqlar, Ev sahibi sahibiyik. Hacıdan. Gedəndə mənə yaxşı yola salın. Mütləq. Dünən Həzrəti Adəm Peyğəmbərin əhvalatından neçə ibrət danışdıq burada. Və Həzrətin deməli, həyatı ilə bağlı bir neçə önəmli məsələ qalıb ki, ona toxunmalıyıq. Əlbəttə, kim hansı mövzunu bu mövzuda, hansı mövzunu istəsə ona toxuna bilər. Amma burada əsas məsələlərdən biri, qalmış məsələlərdən biri, ümumiyyətlə, Allahın vəlisinin önəmi nədədir? Qısa toxunarıq ona. Sonra keçərik cənnət məsələsinə. Allahın vəlisinin önəmi nə qədərdir? Yəni, nəyə görə Allah Təbarək və Teala buyurur ki, sən mənim vəlimə ehtiram göstərməlisən, mənim seçdiyim şəxsiyyətə ehtiram göstərməlisən, hətta sən ibadət etsən də, hətta mənə ən yaxın bəndə olsan da, hətta mələklərin piş namazı olsan belə, yenə də bu kifayət deyil. Yəni, sözü bəndən hörmət eləmirsənsə, bəli, sən qəbul deyil. Bu mövzunu istəyirəm. Hətta azizli istəyirəm. Keçən dəfə də imkan vermədi Seydə danışmağa. 2 dənə molla mən Seydi təklədi. biz elə ona görə sizi çağırmışıq ki, siz danışacaq da. Deməli, bəzən olub ki, bir zamanda 2 dənə peyğəmbər olub, eyni zamanda. Allah Teala o vəlilik mövzusunda birinin vəliliyinin ki, o birisinə nisbət üstünlük olub, bu peyğəmbərin də vəzifəsi olub ona tabi olmaq. Bu Əleyhisselam İbrahim Əleyhisselam. Harun peyğəmbərlə Musa Həzrəti Musa'ya, məsələn, Həzrəti Zəkəriyyə ilə Həzrəti İsa peyğəmbər. İmamətdə də belədir. İmam Hüseyin Əleyhisselam nə qədər ki, İmam Həsən ağa sağ idi, qətiyyən Yəni, o Allahın vəliliyinin o əhəmiyyəti mövzusunun böyüklüyü idi ki, hətta Peyğəmbər də o görsən o vəlilik mövzusunda o biri Peyğəmbərdən itaət edir. Yəni, biz deyəndə, keçən dəfə danışanda dünənləri dedik, düzdür, biz istəyirik mövzu sadə olsun da, elə hamı ümumi şeyləsində biz məsələn... Bu sual çox verilir, Hacı. Əsasən, məsələn, təvəssül mövzusunda da, bu şəfaat mövzusunda da bu sualla rastlaşırıq biz ki, yəni, nəyə görə ki, məsələn, biz hansısa bir Allah vəlisinə ya hansısa bir şəxsə, o da mənim kimi bəşərdir də filan, nəyə görə mən ona ehtiram göstərməliyəm, nəyə görə məhz onun vasitəsilə mən Allah'a yaxınlaşmalıyım falan. Bu suallar çıxır, ona görə onun əhəmiyyəti bilinməlidir. Yəni, Allahla mənim arama niyə başqası girməlidir? Bəli, bəli. O Allahın işidir də. O mövzunu mən demirəm, ümumiyyətlə, vəlilik mövzusu. Məsələn, hədislərimizdə var ki, İslam 5 əsasında qurulur. Namazdır, orucdur, həcdir, zəkatdır, ola bilsin, biri də buyurur ki, vilayətdir. Sonra buyurur ki, bunların heç birisinə vilayət qədər dəvət olunur. Hamısında rüxsət var da, hədis deyir. Hamısında, məsələn, namaz qəsr qılına bilinir. Ayaqüstə də olmasa, oturduğu yerdə də qılına bilir. Həcdir, ziyarətdir, pulun olmasa getməyə bilərsən. Orucda xəstə olsun, tuta bilərsən, tutmaya bilərsən. Amma deyir, vilayət mövzusunda fərq eləmir. Səfərdə olsun, evində olsun, xəstə olsun, kasıb olsun, pulu olsun. Orada heç bir rüxsət yoxdur, heç bir keçəcək yoxdur bu vilayət mövzusunda. O da onun üstünlüyünə görədir, əsaslığına görədir. Bir daha çox siz dediniz, sən bəzi deyir, niyə mənlə Allahın arasında
vasitə olmalıdır. Hə, sən istəmirsən Allahla sənin aranda vasitə olsun. Sən görüm o vasitəni özün yarada bilirsən ya o şəraiti rabitəni yarada bilirsən, bilmirsən. Bir də bu mülk ki Allahındır. Allah seçib o elə bir belə deyək də, necə qərardatıdır da bu. Formaldır. Hədə məsələn deyirin kuntum tuhibbun Allah fəttəbi'uni yuhibbukumullah. Bir dəstə durmuşdu. Deyirdi ki biz Allahı hamıdan çox sevirik. Allah da Əraf surəsində də səhv eləmirəmsə. Deyir ki məni çox sevmirsiniz. Mənim sevgimə, sizin sevginizə mənim cavabım budur ki, gedin Peyğəmbəri sevin, ona tabi olun, mən də sizi sevim. Mənim işim budur. Elə deyir. Allahın sütünə işarə edirdiniz. Allahın sünnəti, qanunu budur. Bu cürət yol qoyub. Özdə haqqı da var onu eləməyə. Çünki buranın işi mənim əlimdədir. Özdə mən səni demirəm ki, get Firavuna tabi ol, Nəmruda tabi ol, Yezidə tabi ol, yenə sən alçalasan, sən şərəf itirəsən, izzət itirəsən. Mən əksinə sənin xeyrivə deyirəm. Ki, məsələn, ona qalanda biri deyə bilər ki, onun namazı nə üçündür, məsələn, mən deyəm, məsələn, qəlbim, məsələn, təmizdir də, məsələn, belədir, yəni mən, məsələn, deyir, elə 2 rəkat qılaram, bəsdir də. Biri var idi, rəhmətli o deyirdi, mən 2 rəkat qılaram, bəsdir. Deyirdi, niyə? Deyirdi, ibadət özü də qəşəng özü üçün dəlil düzəltmiş. Deyirdi, ibadət Allahın məbudluğun, bəndənin abidçiliyin subut eləməkdən ötürüdür. Deyirdi, onun 2 rəkat bəs eləyirdi ona. Subut elədim. Subut elədim mən, məsələn. Özündə böyük bir dənə dəlildir, böyük bir mövzu idi. Amma yox, Allah deyir ki, mən 17 rəkat istəyirəm. Qanunun da budur. Mən istəyirəm, bəli, sən Adəmə səcdə edəsən. Mən istəyirəm ki, məsələn, İnnə Allaha və mələikətə yusalluna ələn-nəbi ya eyyuhəl-ləzina amanu sallallahu əleyhi və səlləm təsliman. Və bunu tərcümə eləmək ehtiyac yoxdur, hamı bilir. Bilirəm, indi Samir deyəcək tərcümə elə. Orada, məsələn, biri deyə bilər də, mən niyə görə kiməsə salavat deməliyəm? Allah deyir ki, mənim özümdə, mələklərim bilir, sən də deməlisən. Özü də ya eyyuhəl-ləzina amanu sallallahu bizdənsə demə, səlluzdə və səllimu. Özü nə tər deyir? Təslim olun onun müqabilində, bu əmrin müqabilində. Yəni o, belə ümumiyyətlə dünya baxımından, ondan sonra ümumi ictimai baxımdan da, ondan sonra əqli baxımdan da onun heç bir problemi yoxdur. Yox, aydındır. Problemi məsələn, indi kimsə də o şəxsi fikridir, onun çox kiçik dairədə olan bir sözün Seyyidində nə alaqası? Samir indi iradını bildirəcək, görə bildirsin. Yox, hacı, buyurun. Yox, necə deyirdiniz? Yox, mən ümumiyyətlə o vəlinin əhəmiyyətinə çox vaxt onun üstündə qalmaq istəyirəm ki, yəni, məsələn, Allah təbarək və təala özü bir iş görə bilər də, özü heç bir vasitə olmadan iş görə bilər. Amma sırf vəlinin əri ilə bu işi görür. Məsələn, Həzrəti Musa Peyğəmbərlə bağlı deyir ki, sən əsanı vur daşa, daş parçalansın. O da Həzrəti Musa'nın vəliliyinə görə idi də. Sən əsanı vur dənizə, dəniz yarılsın. Sən bu işi gör. Sən, yəni Allah özü eləyə bilərdi də. Və ya o Talut məsələsində deyirlər ki, İb'əs lənə məlikə, Peyğəmbər sən bizə məlik seç. Qalə innəllaha əstəfahu. Peyğəmbər deyir, Allah seçdi. Yəni, o da ona vasitənin o tərəfdən bu tərəfi də bildirilir, bu tərəfdən o tərəfdə bildirilir. Yəni, əgər Allah deyirsə və tuhyil məvta bi izni, sən dirildirsən mənim iznimlə ya İsa, bu tərəfdən də Peyğəmbərdən sərkərdə istəyirlər, deyir, Allah seçdi. Yəni, əslində bir, ya məsələn, o təfsir ustadı deyir ki, Ənfal neçədir, 21-22 deyir ki, ya eyyuhəl-ləzīnə əmənu İstəcibu lillahi və lirrəsuli İzə dəakum limə yuhyikum. Əvəzliyi bir dənə gətirir. Allah və Peyğəmbər sizi diriltmək üçün dəvət eləyəndə ona cavab verin. Onlara yox. Ona cavab verin. Yəni, Peyğəmbər istəyirsə elə Allah istəyir, Allah istəyirsə elə Peyğəmbər istəyir, eyni şey. Bir də o gün Hacı ilə bir məclisdəydik, Göytəpədən Hacı İlqar Əziz Ustad çox gözəl bir asılama verdi bu məsələyə. Dedi ki, bir var qövs-i nüzul, bir də var qövs-i suud. Yuxarıdan enmə, aşağıdan qalxma. Deyir, Allah Taala ki, yuxarıdan marifi, idraki, nemətləri, dini endirir, həyatı endirir, feyz verir.
ona daha asandı bizə nemətləndirmək ya bizə daha asandı ona tərəf qalxmaq? Təbii ki, ona daha asandı. Amma niyə özü birbaşa eləmir, vasitə ilə eləyir? Niyə özü hidayət eləmir? Peyğəmbərə deyir ki, sən istədiyini hidayət eləyə bilməzsən. Mən gərək istəyəm. Amma sən hidayət elə. Bizə bir dəfəlik həyat verə bilər. Deyir, amma günəş gərək həyat versin, hava gərək həyat versin, torpaq, su həyat versin. Burada deyir, bizə dərs verir ki, mən ki, bir dəfəlik hər şey eləyə bilərəm, nə vasitəyə möhtacam, nə bir şeyə, amma vasitə ilə eləyirəm, sistem belə qurmuşam. Sən oradan gələndə iddia eləsən ki, xeyr, Allah və mən, vasitə filan lazım deyil, və şeytan necə qovdum, zadı qovan kimi də sən də qovacam. Ki, elə bizim mövzumuz budur da, şeytan Allaha nəfsli eləyirdi ki, bir dənə deyirdi ki, üçüncü şəxs almadı aramıza. Bəndənin Allah Teala'ya birbaşa çıxmaq o iktidarı da yoxdur. Hacı, o mövzu, indi mən onu toxunmaq istəyirəm. Bəziləri elə düşünə bilər ki, biz iddia edirik ya, İslam dini elə bir dindir ki, birbaşa rabitəni inkar edir. Xeyr, məsələn, elə namaz bizi birbaşa Allaha bağlayır. Birbaşa Allah vəlilikdən gedir də. Amma o məsələ yenə də arxa fonda deyil ki, vəlilik məsələsi lazım deyil bizə falan. Xeyr, qətiyyən bu o mənada deyil. Hətta sən birbaşa Allaha, təbii ki, vəli ilə gəlib birbaşa səni Allaha qovuşdursun. Vəlilik mövzusu birbaşa Allahın, baxın, mən düzəli şeylər sözlər, inşallah səhvlərimə. Səhv eləməyimə inşallah demirəm, amma yəni səhv eləyəndə sizin düzəltməyinizə inşallah deyirəm. Vəlilik birbaşa Allahın özünə məxsusdur, elə deyil. Vəlilik birbaşa Allahın özünə məxsusdur. Allahu vəliyyüllezine amən. O Allahın öz haqqıdır. Və biz bilirik ki, Allah Teala bəndələrində, məxluqatında, məsələn, Allah Teala Quran-ı Kərimdə bir cürə təcəlli edib. Elə deyir, bu Quran-ı Kərim Allahın bir növ təcəllisidir. Elə deyir, təcəllasıdır. Nişanəsidir. Nişanəsidir. Allah Teala özün orada bir növ, sadə dildə özün bir nümayişlərini tanıtdırır, yaxşı. Bu Allah Teala özün bəndələrində də o cürə tanıtdırır. İndi Allah Teala məsələn, ən çox Quranda elmin nümayiş elətdirib. Allah Teala xilqətdə bir yerdə qüdrətini nümayiş elətdirib. Bunların hamısının ki, sədrində, rəhsində, başında Allahın vəliliyi, vilayəti dayanır. Allah Teala da o vilayəti, o vəliliyi də bəzi bəndələrində nümayiş elətdirib. Təcəlli ilə. Məsələn, ha əliyyün bəşərün keyfə bəşər, Rəbbuhu fihi təcəllə və zəhər. Bu əli bəşərdir, amma necə bəşər? Elə bəşərdir ki, Allah onda təcəlli edib, zuhur edib. Ya məsələn, yadınızda olsa sizinlə bir söhbətimiz var idi. Həzrəti Rəsulullahın mövludunda. Orada dedi ki, leysə kəmisli şey ki, Allahın o demək olar ki, belə deyil, sifətlərindən biridir. O özün hamıdan çox, ən yüksək səviyyədə Həzrəti Rəsulullahda biruzə verib özün. Allah da, məndə Allahın vəlidir. Allah, məsələn, ola bilər, məndə Allahın səxavəti bir formada biruzə versin. Məsələn, 1000 manat özüm üçün xərcləyəndə, 2 manat da kim üçün xərcləyəndə, 2 manatlıq səxavətim olsun. Bir miqdar şücaətim olsun, bir miqdar mərhəmətim olsun. Amma vəlilik gələ məndə, neyiniyə? Məsələn, xəlifətullah, hamımız xəlifətullah üçün, hamımız mükəlləf üçün. Məhdud formada, məsələn, o cürə, o özü verdiyi paylardır ki, bu miqdar. Amma Allahın öz həmin bayaqı Seyyid deyən, ayətəl kürsüdə olan ayə Allahu vəliyyüllezine amən, özdə görürsünüz, deyir, iman gətirənlərin vəlisidir. Niyə və iman? Bu birisilərin vəlisi deyil, bu birisilərin də vəlisidir. Necəsə bunlar qəbul eləmir və bunlar götürür. Elə bil, məsələn, mən gəlirəm, deyirəm, kim gedir mənə iftara gedəyən qonaq olağın. Yaxşı, ay möminlər gəl, oruç tutanlar gəlin gedəyən. O birisi gəlirsə, mən də gəlirəm, deməyəcəm gəlmə. Amma mən oruç tutan da bu iftara aparıram bunu. İndi o dəstə adamlar ki, bu mövzuda ləyaqətləri var, əməlləri ilə, filanları ilə, Allah Teala öz vəliliyin, öz vilayətin gəlib onlarda biruzə verib. Məndə də, səndə də, onda da bu özün o dərəcədə biruzə daşıya bilmərik. Daşıya bilməz. Bir də bu vəlilik məqamı özü bütün bu məqamların hamısından üstün bir məqamdır və özü çox, bilirsiniz, adı məsələn, bu Əli əleyhissalam deyir, əmrlər göydən yağış damcıları kimi yenir.
Yaxşı, Bəli. yağış damcıları kimidir. O yağışın suyu pakdır, pakizədir, şəffafdır, zülaldır. Amma peyinin üstə düşəndə piskinə qalır, üfunət artırır. Gülün üstə düşəndə Allah Teala bu o qədər şəffaf, o qədər zülal, o qədər böyük bir dənə mövzudur. Onu hər kimə vermir. Bəli. Və kimə də versə orada çirklənəcək. Bəli. Ona görə məsələn gətirir Adəmə verir, İdrisə verir, Nuha verir. Yaxşı. Ondan sonra məsələn Həzrəti İbrahimə verir, Həzrəti Rəsulullaha verir. Burada daha parlaq görükür. Və bu özü də olar ki, deyir, məsələn, mən niyə kiməsə başa əməliyəm? Onlar əslində onların özünə görədir. Onların xeyrinədir. Bu Allahda tapa bilməyəcək. Amma Peyğəmbərdə tapa bilər. Sən Əleyhisselam bir kəlamı var, deyir, Allah Teala bizi bu surətə salıb ki, siz bizdən istifadə edə biləsiniz. Yəni, əslində Allahdan istifadə edə biləsiniz. O Allah Teala özün hər yerdə bir form. Məsələn, birində deyim, ondan sonra siz özünüz söylərsiniz, biraz çox danışdım. Bu mövzuya həmişə biz işarə edirik, əsasən Məhərrəmlikdə. Xanım Zeynəb Salamullah Aleyhanın o Kullu ma rə'aynahu cəmil. Bütün gördüklərimiz hamısı gözəllik idi. Ya illa cəmil, gözəllik. O gözəllik nə idi o? Yaralıların içərisində, ondan at dırnaqlarının altında kəsilmiş başlarda, niziyə vurulmuş başlarda. Gözəllik nə idi? Orada Allahla bəndanın arasında bir işlər baş vermişdi ki, o gözəllik ki, Allah özü yuhubbul cəmaldır, ha. Deyir, gözəlliyi görürük. Yaxşı, inəllaha cəmilun və yuhubbul cəmal. Kullu ma rə'aynahu cəmil. Özü xanım Zeynəb demir ki, cəmalı gördü. Deyir, cəmili görürük orada. Elə deyil. Gördüyümüzün hamısı cəmildir. O birisində də deyirlər ki, Allahu cəmil və yuhubbul cəmal. Deməli, Allahın öz təzahürü idi. Gözəllik orada şey olmamışdı. Gözəl özü olmuşdu. Yəni, cəmil oradaydı. Biraz tərcümə eləyəndə qarışdırıram. Ma rə'aytu illa cəmalən yox, ma rə'aytu illa cəmil. Gözəli özü. Allah da cəmildir. Yəni, Allah özün orada. İnnəllaha cəmil və yuhibbul cəmal. O gözəl, cəmil özü orada. Allah gözəllik olmuşdur. İndi İmam Hüseynə niyə baş ərməyəsən? Gəz bir nəfər adam qoyur ortalığa ki, Allah Teala o cəmil orada o cürə təcəlli eləsin. Elə deyir. Gözəl. Seyyid əlavən var. Əlavəm yox, mən keçən bəhsdən biraz istəyirəm, keçən bəhsə əlavə edin, vilayət məsələsindən fərqli olaraq. Buyurun. Bir dəqiqə acı. Seyyid qoy danışsın, acı sonra. Yox, başqa mövzuda Deməli, bir insan ibadət eləmək istəyirsə, Allaha yaxınlaşmaq istəyirsə, mütləq və mütləq Allahın vəlisini qəbul etməlidir, yoxsa iblisin gününə qalacaq. Bu yekun burada. Yəni Allahın vəlisi həmin Allahın vilayəti. Yəni Allahın Allahlığı. Bəli. O məsələn deyir rəhbərliyi, Allahlığı, bərliyi deyirik. Deməli, keçdik. Buyurur ki, və biz dedik. Bütün bu olan işlərdən sonra iblis səcdə etmədi, mələklər səcdə etdilər filan. Və biz dedik, ey Adəm, sən və zövcən cənnətə daxil olun və orada məskunlaşın. Və istədiyiniz qədər onun nemətlərindən yiyin. Harasını istəyirsiniz? Amma bu ağaca yaxınlaşmayın. Əgər yaxınlaşsanız, zalimlardan olarsınız. Yaxşı. Sonra buyurur, şeytan onları azdırdı və onların olduğu o məkandan onları çıxartdı. Və biz dedik, enin, yəni çıxın oradan, özü də bir-birinizə düşmən halda. Yerdə sizin üçün müəyyən vaxta qədər yaşayış vasitələri və mətalar filan, o ruzilər filanlar hamısı olacaq. Burada Seyyid, üzümü tuturam sizə. Allah təbarək və təala cənnəti yaradıb və Həzrəti Adəmlə Həvva anamızı oraya daxil edib. Sual budur. Nəyə çatışmırdı onu? Nə istəyirsiz yiyin, için, gəzin. Yəni, insanın ehtiyacı olduğu mənəvi və maddi nemətlər var da. Mənəvi nemət ki, Allah Həzrəti Adəmi yaradıb, ilk insandır, ilk peyğəmbərdir və onu həyat yoldaşında yaradıb onun üçün.
Mənəvi məqam verib ona, elm verib və üstəlik səcdə də əmr eləyib ki, mələklər ona səcdəyə. Yəni mənəvi baxımdan bütün nemətləri Həzrət Adəm verib. Maddi baxımdan da onu cənnətə daxil eləyib ki, istədiyin formada, istədiyin qədər baxın. Nə istəyirdi Həzrət Adəm? Hacı buyurun siz. Mən bəzi şeyləri başqa surədən. Buyurun ha, Taha surəsindən. Taha surəsindən. Və hədisdə deyilir ki, Adəm əleyhissalam sonra Allah Teala ona dedi ki, nəcəb sən mənim sözümdən çıxdın, iblisin sözünə qulaq astın. Adəm əleyhissalam üzr istəyəndən sonra dedi ki, mən inanmazdım kimsə sənə yalandan and içə. İlk and idi. Bu bir. İkincisi, məlum olur ki, Adəm əleyhissalam qəflətə düşüb. Yoxsa ayıq olsaydı, Allah Taala'nın əmri ilə şeytanın vəsvəsəsini ayırd eləyərdi. Orada bir anlıq qəflətə düşdü. İblis də belə yaxınlaşır. Taha surəsində 120-ci ayədə oxuyun o ayələri zəhmət olmasa. Fəvvəsvəsə iləyhi şeytan. Şeytan ona vəsvəsə elədi. Yox, İdrisdən əvvəldən oxuyun o əhd məsələsini. O yanıqlı məsələdir də. 115-də buyurur ki, وَلَقَدْ عَهِدْنَا إِلَى آدَمَ مِنْ قَبْلِ Öncədən Adəm əleyhissalamla əhd bağlamışdıq. Fənnəsiyə, unutdu. O qəflətə düşdü də. Və ləm nəcid ləhu əzma. Biz onda əzmkarlıq, möhkəm iradə görmədik. Yəni, bütün elmləri biləcək qədər tutuma malik olan, iradəyə malik olan bir şəxsin iradəsinə Allah Teala deyirsə, biz onda əzmkarlıq görmədik. Vay bizim halımıza yəni. Devamında ki, həmin o ayənin başqa formatı və id qulna lil mələikə uscudu li Adəm. Mələklərə dedi ki, səcdə eləyin Adəmə, fəsəcədu illə iblisə əba. Bir dənə iblis imtina elədi, qalanları səcdə elədi. Sonra keçir fəqulna ya Adəmə. Dedi ki, ey Adəm. O mənəvi nimətlər. Allah Teala mənəvi nimətlərini tamamlayır Həzrət Adəm üçün. İndi bir məsələ var orada. Bir məsələ var. Fəqulna ya Adəm, innə hâzə aduvvun ləkə. Bu sənin düşmənindir. Bu şeytan sənin düşmənindir. Və lizavcikə, xanımının da düşmənidir. Yəni burada əsl kimdir? Adəm əleyhissalamdır. Sonra xanımıdır. Fəla yuxricənnəkuma minəl cənnəti. Siz cənnətdən çıxartmasın, amanın günüdür. Yəni, xanımlar için. Yəni, Allah verir, mən neyim? Fəla yuxricənnəkuma minəl cənnəti. Siz cənnətdən çıxartmasın. Çıxartsa nə olar? Fətəşqa. Narahatçılıq başlayacaq. Nə narahatçılıq? Sizin mövzu və bayaqdan təkid etdiyiniz, dünəndən daha doğrusu təkid etdiyiniz mövzu. Gəlirəm, oraya gəlirəm. Fətəşqa Adəmə deyir ki, sən bədbəxt olarsan. Həvvaya deyir. Baxın, burada hələ Həzrət Həvvadan onun gözlənti vəliyullah Həzrət Adəm idi. Fələm nəcib ləhu əzma. Onda əzmkarlıq görmədik. Həzrət Həvvanı demir. Sonra deyir ki, ya Adəm. Ona müraciət edir. Sonra fətəşqa. Sonra deyir ki, innə ləkə. Sən cənnətdə elə bir nemətin var idi ki, çıxanda olmayacaq. Bir, əllə təcuə fiyhə. Acılıq yoxdur orada sənin üçün. Əllə təcuə məstər formasında əlibdə, feili məstər. Yəni, məstərdirsə nəfi cins olur da. Yəni, la cəvə fiyhə. Heç bir acılıq etsin. Və la tə'ra. Yəni, və əllə tə'ra. Heç bir susuzluq olmayacaq. Olmurdu orada. Və ənnəkə la tazməu fiyhə. Sən orada heç vaxt üşünmürsən. Və la tədha. Heç vaxt yəni, istidən bişmir. Yəni, insanda iki dənə əsas narahatçılıq var. Bir daxili, bir xarici. Daxili narahatçılıq acılıq, susuzluqdur bir fərd üçün. Xarici narahatçılıq da soyuq istidir. Bunların heç biri yox idi cənnətdə. Yəni, cənnət o bax ki, Adəm əleyhissalam üçün hazırlanmışdı. Orada belə deyildi ki, acırdı, amma yeyirdi, doyurdu. Acmırdı, amma yeyib ləzzət alırdı. Susamırdı, amma o bulaqdan içib ləzzət alırdı. Soyuq deyildi ona, amma ürək istəyirdi. İsti deyildi, amma sərin idi. Yəni, bu dünyanın azlığı, susuzluğu, soyuq istisi əziyyətlədir də. İnsan onu aradan qaldıranda da əziyyətlə aradan qaldırır.
O cənnətdə isə bunların heç biri yox idi. Bu bir. Əslində bu göstərir ki, həmin cənnət yer üzündə ola bilməzdi. Çünki yer üzünün cənnətində aclığın olmaması yoxdur. Acırsan amma təmin edə bilirsən. Susuyursan amma təmin edə bilirsən. Burada isə deyir ki, sən burada acmırsan, susamırsan, amma yeyib ləzzət alırsan, içib ləzzət alırsan. Digər tərəfdən axirət dünya cənnətinin xüsusiyyəti ola bilməz. Xüsusilə bunu nəzərə almalıdır ki, indi sonraki ayələrdə oxuyacaq ki, "Qul nəhbitu minha cəmiyan." İndi enin yer üzünə, hələ yer üzü deyildi. İkinci tərəfdən isə axirət cənnəti də ola bilməzdi. Niyə? Çünki axirət cənnətinə şeytan daxil ola bilməz heç, üstəlik vəsvəsə eləyə bilməz və axirət cənnəti haqqında Quran-Kərimdə xulud ifadəsi var. Həmişəlik oradan çıxmaq mümkün deyil. Deməli, bu elə bir yer idi ki, dünyadan çıxmaq axirətə daxil olmamaq yeri idi. Amma burada bir söz var. Buyururlar, bura bərzəxdir də. Dünyadan çıxıb axirətə də daxil olmuyor. Bu neytral zonaya nə deyirlər şəriətimizdə? Dinimiz bərzəx deyil. Buyurur, bu bərzəx suudi bərzəx deyildi, nüzuli bərzəx idi. Yəni insanın bu dünyadan qalxanda rast gəldiyi bərzəx deyildi. Gedəndə rast gəlməndə, enəndəki bərzəx idi. Ona görə biraz axirət qanunları var idi. Aclıq yox, susuzluq yox, isti yox, soyuq yox. Amma biraz dünya qanunları vardı. Şeytan vəsvəsə edir ki, şeytan ora qədər gələ bilirdi. İndi bütün bunların fonundakı Adəm əleyhissalama Allah Taala bir tərəfdən deyir, sən burada bu komfortların var. O bir tərəfdən də deyir ki, sən sözümdən çıxsan, bu ağacdan yesən, özünə haqsızlıq eləmiş olacaqsan. Fətəkuna minəl zalimin. Bunlar, yəni Adəm əleyhissalam bəlkə də, biz bilmirik, amma buradan gələn nəticə budur. Bəlkə də bu məsələləri yanaşı qoyanda belə anlama olur ki, Adəm əleyhissalam buradan qəflətə düşdü ki, mən Allaha bir şey eləmirəm ki. Allaha edəcək bir şey yoxdur ki. Buyurun. Söz deyə bilərəm. Yaşlı adam kimi. Siz söz deməyə çağırmışsınız. Dəvət edəmiş. Bax, Hacıda dedi o sözü ki, Həzrəti Adəmdə nə çatışmırdı. Bəli. İndi bir dənə məsələndə bir fikir kimi deyirəm, qəbul eləməzsiniz. Baxarıq da indi fikriniz. Allah. Məsələn, biz deyirik ki, Allah Teala Həzrəti Adəmə dedi orada nə qədər istəsən yeyin. Nə qədər istəsən gəlsin. Nə soyuq olmayacaq, nə isti olmayacaq orada. Yəni, heç bir çətinliyin falan olmayacaq. Allah da biz bilirik ki, insanın fitrətini mücəhhəz edib, kəmala çatmaqdan ibarət. Bəlkə Həzrəti Adəm o yaşayışında baxmayaraq ki, Allah Teala ona deyirdi, sən burada ye, burada qal, hələ burada, məsələn, gəzdə olanda belə, Həzrəti Adəm bəlkə içərisindən gələn o səda ki var idi, kamillik sədası, əbədilik sədası, bəlkə onu orada görmürdü. Siz deyin ayəsində mən oxuyum. Bəlkə elə onu görmürdü orada. Daxildən Adəmi oradan çıxmağa vadar eləyən nəsə var idi. Belə deyək də bizimlə sıxılırdı orada. Çünki Allah, məsələn, mən deyirdim ki, hələ 15 il həddi buluq olum, ondan sonra əskərliyi çəkim, məmnun olum. Paş bir dənə insan idi, fitrəti doğaya. Yəni deyirsə oradan çıxmaq istəyirdi. Bəli. Amma burada başqadır gəlir də. Yəni çatışmayan hacı ki, bayaq dedi, Həzrəti Adəmdə nə çatışmırdı məsələn oradan çıxdı. Bəlkə o şeylər, xüsusən də o şeytan ki deyir, hələ dörlü kəla şəcərətin xuldu və yurdu, bir ölçünü layə bilər. Sən həmən əbədiyyət ağacına və aradan getməyən bir mülkə. Bu da birbaşa Həzrəti Adəmin fitrəti ilə üst-üstə düşürdü. Çox gözəl nöqtədir. Hacı, qoyun elə həmən ayə gəlir onun ardınca. Yaxşı. Amma siz onu başqa cür deyirsiniz. Demək istəyirsiniz ki, Adəm əleyhissalam düşünürdü ki, buradan çıxsam əbəd olaram. Bəli. Amma burada başqa bir şeylər var. Burada bir şey var idi. Təvəsvəsə iləhi şeytan vəsvəsə elədi. Qalə ya Adəmu, belə vəsvəsə elədi. Həl ədulluka alə şəcərətil xuld. Xulddan məqsəd əl-xuld. Yəni bu cənnətdə xuldda, cənnətdə əbədilikdə, onu demir. Olsun. Olsun. Yəni məsələn, Həzrəti Adəmin fitrətən daxilində, bizim ürəyində ki, Allah o əmanət qoyub, həmin fitrət, fəzilət, üstünlük, İlham verib də ona İlham verib ona. Həzrəti Adəm onun dalıcan gəzirdi. İndi
Çəxoşət cavabı əzol çetərani, çiləntarani kimi də o burada olsun, orada olsun, o fərq eləmir. Cəmaat nə bilsin ki, Cəhlimən nə dedi orada? O heç cəmaat üçün deyir, öz aramızdaydı. Yəni, təki mən o əbədiyyətə qovuşum. Mən o kamilliyə qovuşum. İndi bu əbədiyyət istəyində iki şey var da. Bir budur ki, Adəm əleyhissalam qəsdən oradan yedi ki, çıxıb əbədiyyətə qovuşsun. Amma buradan belə çıxır ki, orada əbədiyyətə qovuşmaq istəyirdi. Yəni, şeytanın ona vəsvəsəsi buydu ki, yeməsən çıxacaqsan. O fərq eləməz. Şeytan ona demirdi ki, ye çıx buradan. Ya da Həzrəti Adam deyirdi, yesən çıxmayacaqsan. Yesən çıxmayacaqsan. Yenə də əbədiyyətin dalıcan gedirdi da bu. Oradan çıx. Bir də orada müştərək yox heç. Amma əbədiyyətdən məqsəd hansı idi? Həmin o cənnətdəki əbədiyyət. Mənim daxilim, mənim məsələn, məni o fərq eləmir mövzu. Müqəddəs Ərdəbili deyir, amma yeməni heç vaxt adım bilmədim. Yeməkdə məqsəd Allah rəhmət. Sabah axşama iftarımız nə olacaq, onu fikirləşmirik, yaxşı. İftarımız da var, orucumuz da var, duamız da var, zikrimiz də var. Amma o yeməyin də, məsələn, indi məni biri çağırmışdı iftara, getdim, Allah qəbul olsun. Öyle hər şey qaydasında idi. Birdən məsələn gətirsəydi, bir dənə pendirlə çörək qoysaydı mənim qabağıma, məsələn, mən elə indiki kimi danışacaqdım. Onun başı nə qədər deməsəydim, Allah qəbul eləsin, iftar idi. Mənim bildiyim qədər sizin əksər iftarlar elə pendir çörəkdir. Yenə rahat olmazdınız. O mənəviyyata görə gündə yediyim bir kurmadır. Yəni mövzu nədir burada? Mövzu budur ki, bu adam yeməyib yeməyə görə, yeyib ancaq o məqsədə çatmağa görə. İndi Həzrəti Adəm burada mövzusu. Məsələn, o həmin oradadır, yoxsa qıraqdadır, məsələn, bu qonşu kətdədir, ya bu şəhərdədir, fərq eləmir. Təzki, mən o daxilimdən gələn istək ki var, o ruhiyyə, onun ki o vücudu var, Allah həmrin yoğuranda onu elə yoğurub ki, bu adam neynəyən kimi, məsələn, kamillik xoşlayır, əbədilik xoşlayır. Ora çatsın. İmam Rıza Aleyhisselamın hədisi də onu bildirdi ki, bu Peyğəmbər əhl-i beytinə məxsus ağacı idi o. Adəm Aleyhisselam ondan yedi. Elə bir ki, buna bənzəyir ki, məsələn, vəzirdir, padişahın taxtında oturmaq istəyir, onda da cəzalandırırlar ki, sən burada otura bilməzsən. Bu o demək deyil ki, sən iyrənc iş görmüsən. Bu deməkdir ki, hələ qalıb, amma qalxırsan. Yəni, biraz tez gəlmirsən, gəlsən. Deməli, mən bu bir şey burada deyim, Həzrət Həvva nənəmizi qoy, mən müdafiə edeyim burada. Baxın, 115. Vələm deyir ki, vələqəd əhidna ilə Adəm. Adəm və Həvva demir. Ümumiyyətlə, Həvva xanım adı gəlməyib Quran-ı Kərimdə. Zavuc gəlib də, yəni yoldaşı. Bu bir. Fənəsiyə. Unuttu. Fənəsiya demir. Unutdular yox. Bu iki. Vələm nəcid ləhu əzma. Ləhuma demir. Adəm Əsləmdə həzbün. Bu üç. Sonra uscudu li Adəm. Adəmə səzdə eləmək. Fəqulna ya Adəm innə həzə aduvun ləkə və lizavcikə. Sən tüfeylində ona. Yasında var. Ələ məhədlik bəni Adəm. Allah təbudur şeytan. İnnəhə ləkum aduvun mubunə. Bu düzdür. Həvva ilə də düşməndir. Orada mövzu vilayət mövzusudur. Bilirəm. Mən üzr istəyirəm. Qalıb ayələrlə. Ona qarışmıram. Həzrəti Yusufun Quranda nə boydadır cəryanı. Ləqəd qəssəsin əleyke əhsən əl-qəssəs də deyirdi Allah Teala. Amma görürsünüz Həzrəti Yusufun heç bir yerdə anasından söhbət getmir. Yoxdur ki. Çünki Həzrəti Yusufun dastanının mövzusu onun ailə tərkibin ya məsələn də metrikasının, pasportunun mövzusu deyirdi. Tərcüməli mövzusu deyirdi. O Allahın vilayətin gətirib yer üzündə. Orada da ananın dəxli yox idi. Amma aktual eləyirlər axı. Baxın, deyirlər ki, o yoldan çıxartdı və bu. Baxın, mən bir məsələni qeyd edeyim. Biz ruhanilər, indi tələbələr və dindar kəsim. Elə düşünməməliyik ki, məsələn, ölkəmizdə, xalqımızın arasındakı dini təfəkkürlə bizim təfəkkürümüzdür. Xeyr. Doğrudan faciəvi fikirlər var. Yəni, çox belə, elə fikirlər var ki, adam dəhşət və o fikirləri, o xurafatları elə qəbul ediblər ki, bəlkə bizim o qədər imanımız yoxdur həqiqətlərə. O dərəcədə. Ona görə mən bunları qeyd edirəm. Buraya fəla yuxucənnəkuma. O da dinə məhəbbətdən gəlib, ha. O dinə məhəbbətdən gəlir də. Yəni, o ki, məsələn, bizim bəzi
xurafi fikirlər var millətimizin arasında, dini mövzularda. Ola bilər o xurafatı yeridən düşməncəsinə yeridib. Pis niyyəti olub, yaxşı niyyəti olmayıb. Amma avam cəmaatımız olub. Ondan sonra məktəbi olmayıb, marif olmayıb. Elə onu din kimi qəbul edir. Bəli, o aydındır. O aydındır. Yəni dinə məhəbbətindən onu qəbul edir. Sən onu deyən nənə ki, Həzrəti Adəm, Həzrəti Həvva da vəsvəsə edib ya filan iş, o dinə düşmənçiliyindən onu deməyib ki. Yo, biz onlara etiraz eləmirik ki, o fikirləri ortalığa atanlara etiraz edirik ki, Quran-ı Kərimdən, hədisdən düz gəlmir. Fəla yuxricənnəkuma minəl cənnə, ikinizi cənnətdən çıxartmasın. Fətəşqa. Sən əziyyət çəkəcəksən. Sən əziyyət. Məlum o ki, günah deyildi. İndi biz orada əqilani günah idi, şəri günah deyildi. Məlum o ki, yüklənir Adəm eləsin. Hətta Həzrət Həvvanın da oradan çıxmasında o günahkar sayılacaq. İnnə ləkə Əllə təcrüfiyə və la tə'rə. İndi burada bilmirik, Həzrəti Həvvada da o şəkildə idi, acılıqsızlığı yox idi ya yox. Ləkə və ənnəkə la tədmafiyə və la fəvəsvəsə iləyhi şeytan. Bizdə bu Bəqərədə deyir ki, fəəzəlləhumə şeytan. Şeytan o ikisinin ayağını büdürətdi. Tahirdə deyir ki, fəvəsvəsə iləyhi. Adəmi Həzrəti Adəmin belə deyək də, o təzəzzülü, yəni sürüşməsi ilə Həzrəti Həvvaya da. Ona görə də onu vəsvəsə Həzrəti Adəm nəticəsində ikisi də çıxırdı, oradan o baxın. Ərəqul xitabı olan xanımdır. Sonra həl ədullükə. Ədullükümə yox. Həl ədullükə, yenə də deyir. Amma gəlir nəticədə fəəkəla minha. İkisi də gedir. Yəni, Adəm əleyhissalam lideri idi, vəliyullah idi, höccət idi. Həzrət Həvva da ona tabi idi. İndi maraqlıdır ki, Həzrət Həvva salamların tövbəsindən siz harcı bir şey eşitmişsiniz? Yox. Mən də oxumamışam, rast gəlməmişəm. Mövzu o dövrdə Seyid. Yəni Allahın vəlisi ilə söhbət. Allahın... Mən nənəm müdafiə elədim, qalanı siz deyil. Çox gözəl mövzulara toxundu. Orada əslində o ayə... Orada bir dənə mövzu mənim zehnimdən çıxacaq da sizin də mənim yaşlı adamım, sözünüzə baxmaq. O Həzrəti Adəmin tövbəsi özü də bir dənə məktəbdir. Hacı o tövbə indi gələcək. Bəlkə də məsələn o sən gələnə mənim yadımdan çıxacaq o deyim. Bəlkə də məsələn o deyək ki... Qalmaram bəla gələn. Qalmaram bəla gələnə. O bir növ o özü də Həzrəti Adəmi sən demir Allah Taala xəmirin bu qədər yoğurduq, bu qədər qurutduq, bu qədər ondan sonra palçıq yapışqan oldu, nə oldu. Ondan sonra gəldi bəlkə hələ biraz da bişməyə ehtiyac var imiş. Biraz da məsələn deyək ki, bədənin belə də bizim loru dildə desək, hələ biraz da tərbiyə, bədənin tərbiyəsinə ehtiyac var imiş. Biraz da, bir də ki, məktəb, dünən də mən onu dedim. Niyə dedik ki, bunu? Yəni, nə üçün, nə ilə qədər bişməyə ehtiyac varmış? Yəni, o kamillik yoluna çıxmaqdan ötürü bunlar da lazım imiş da. O məşhur bəsdir, hacı, dünən də qeyd elədiniz. Oradan gələn məhsurları biz necə eləyək bəs? Nə məhsuru mesela? Adamı deyərlər ki, nə oldu? Allah Teala Quran-ı Kərimdə Adəm Əleyhisselamı o tərəfə rüsva eləyir, bu tərəfə rüsva eləyir, sən də mövzu eləmişmiş. Məhsur nədir? Cəmaat başa düşmür, məhsur. Yəni o problemlər, inqutlar, iradlar, işğallar ki var orada. Məsələn, əgər Allah Teala əvvəldən proqram belə qurmuşsa... Allah eləmədi ki onu məsələn, Həzrəti Adəm... Baxın, burada görün nə deyir? Deyir ki, وَعَصَى آدَمُ رَبَّهُ فَغَوَى. Bəli. Günah elədi. Yəni, o əqli günahdır. Tərk övladı hər nədirsə, yəni Quran-ı Kərimdə öyrə-çöyrə onu deyir də. Düzdür, sonra deyir, ثُمَّجْتَبَاهُ رَبُّهُ فَتَابَ عَلَيْهِ وَهَدَى. Qəvanın mənası Seyid, məncə qıraqda məsələn, ma zəllə sahibikum və ma qəva. Sizin Peyğəmbəriniz nə zəllə, nə özü azmayıb, nədir ma qəva. Qıraqdan da ona azdırılmayıb. O Həzrəti Adəmə qəvanı nisbət vermədə bəlkə o şeytanın tərəfəsindən olsun, hər nədirsə. Yəni, fakt budur ki, məsələn, burada... Onun məhsuru belədir ki, məsələn, deyər Həzrəti Adəm, əgər elə Allah deyənlə tam şəkildə davam eləsəydi, Allah vaxtı gələndə özü çıxarsaydı onu, desəydi, ya Allah, bismillah, gəl başda əkməyə, biçməyə, məsələn, onda o şey gəlməyəcəkdi. Amma o ki... Siz deyirsə, əvvəl axır olacaqdı, Adəm Əleyhisselam tələsdi. Belə deyirsiniz. Dünyaya gəlsəydi, o çətinliklərdən olacaqdı, ne olsuzdur.
Dünyaya gələcəkdim. Hər halda o Ha? Gələcəkdi dünyaya. irad olaraq qalır da. Ha, dünyaya Yəni ki, gəlməli idi də, Biz onu məsələn gəlməli idi. iddia edə bilmərik ki, Məsələn, mütləq biz orada olmalı. qalsaydı Həzrəti Adəm, onda indi biz buğday, bizim yaşlı arvadlar, nənələr bir dənə də söz deyirdi. Deyirdi, Allah Adəmə kömək olsun. Və işdən çıxmasaydı, kim idi buğday əkən, arpa əkən, toyuq saxlayan? Niyə? Olmazdı ki, məsələn, övliyalar necə yaşayırlar? Özləri bizim aramızdadılar. Amma bərzəxi bədənləri ilə kef eləyirlər. O bildim, amma buğda da əkirlər. Yox, olsun da, yəni elə bir qanun yoxdur ki, Allah təbarək və təala desin ki, sən əbədi olaraq burada qalacaqsan, sənin ümumiyyətlə həyat proqramı burada olacaq. Elə bir qeyd yoxdur Quranda. Nə o tərəfi var, nə bu tərəfi. Əksinə, deyir ki, fil ərzi xəlifə, qeyd budur ki, Allah Taala'nın məqsədi onu yerə gətirmək. Ayətullah Subhane ilə onunla istidlal edir ki, deyir, İnni ca'ilun fil ərzi xəlifə. Hansı bir işdən danışırıq biz? Deyir, fil ərzi. Yaxşı, fətəşqa deyir axı burada, narahat olacaqsan. Çətinliyə düşəcəksən də. Yoxdur, Allah Taala deyir, fətəkuna minəz zalimin, fətəşqa. Tez olacaq da, yəni məsələn. Yox, zülm eləyirsən, əziyyət çəkəcəksən, yesən. Hə. Deməli, bir məsələ mübahisədən yəni, o mövzular həqiqətən də iki başlıdır da, yəni o da çıxır, bu da çıxır, amma əsas məsələ biz elə düşünməməliyik ki, əgər Həzrəti Adəm o günahı etməsəydi, o buğdanı yeməsəydi, yox, yerə gəlməyəcəkdi. Mütləq onu yeməli idi ki, yerə gəlsin. Allah onu yəni deyəcək ki, adam uzaqlaşır, bəsdir daha, sən o çotan oxuş, gedək, biz. Hətta onu da deməsəydi, yəni, əstəğfurullah, biz ilahi elmə, hikmətə malik deyilik ki, Allah neyin yerdə, Allah çarəsiz olmazdı ki, başqa bir variant var imiş də, bundan gözəl həyatlar var, həyat təyyibə var, filan var. İndi, Hacı, Taha surəsinin o ayəsində çox insanşünaslıq baxımından çox dərin bir bilgiyə biz sahib ola bilirik də. Yəni, bir insan nə qədər komfort zonada olsa da, komfort halda olsa da, maddi və mənəvi nemətlərdə qərq olsa da, yenə də bəzi şeylər var ki, onun ruhunun tələbləridir. Bu rahatlıq onu qane edə bilmir. Onun ruhu o qədər genişdir, manzara axtarır. O qədər böyükdür ki, o mütləq o axtardığını tapmalıdır. Mən onu deyirdim. Bayaqdan məsələn Hacı o məsələyə toxunur. Yəni fərq eləməz o bu cənnət axır mən deyənə yox, mən qəbul edirəm onu. Sanırım mən deyəndə qəbul edirəm. Yəni bu cənnətdə olsun ya başqa bir cənnət, o mövzu o deyil. Mövzu odur ki, yəni Adəm peyğəmbər bunu axtarırdı. Bunu istəyirdi. İblis də gör onu hansı yerdən vurdu. O yerdən vurdu ki, o onu istəyir. Quranda Həzrəti Rəsulullah'a demir, sən gəzirdin göyə baxırdın ki, bunun mənası nə idi? Qəd nərə təqəllübə və kifəfəssəmə. Həzrəti Peyğəmbərə də o bəhs eləmirdi. Yox, aydındır. Onun hətta məsələn bu boyda məsələlərlə ki, gözləyirdi təzə hökm gəlsin, təzə ayə gəlsin. Bəli. Onlar hamısı yəni insan məsələn bəzən görsən biz Sami müəllim mən bilirəm siz nə demək istəyir. Bu həl ədulluka əla şəcərətil xuld var ha. Adəm əleyhissalam nə istəyirdi? Əbədiyyət. İblis əbədiyyətin əksini ona əbədiyyət kimi utdurdu. Yəni sən əbədiyyət istəyirsə yerə yeməyəydi. İblis deyirdi ki, yesən əbədiyyət qazanacaqsan. Yəni həmişə bizim istəklərimizin saxtasını düzəldib verir bizə. O iblisin işidir, onu demirəm. Yəni insan o vaxt qane olur ki, əldə etdiyi bu imkan əbədi olsun. Məsələn, insan bu dünyada insan nə üçün çalışır? Nə istəyir ümumiyyətlə? Onu istəyir ki, mənim imkanım olsun, güzaranım olsun, evim, eşiyim, maşınım, nə bilim, xidmətçiyim, filanım, komfort bir zonam olsun. Sonra nələr narahatdır? Yox, bunlar əldən çıxmasın. Axıra qədər bunlar məndən olsun. Hətta deyən ki, axıra qədər istəyirəm ki, övladlarıma da qalsın. Elə deyil. Yəni, bunun içində, bu komfortun içində də hansı bir əbədiyyəti axtarıram, daimiliyi axtarıram. İnsanın axtardığı bir şey odur. Və Adəm Peyğəmbər ki, o cür komfort zonada həm maddi, həm mənəvi nemətlərdə qərq olmuşdu.
Amma yenə ürək O istəyən ürək deyil. istəyən deyildi. Mənəvi Onun nemət ruhu o ona deyildi. qanı deyildi. Yəni mənəvi neməti ona Allah vermişdi. Amma Allah bunun fitrətində özün qazan, özün Deyəsən, gətir, özün deyəsən bərpa belə elə. yenə belə çıxır ki, iblisin günahları yoxdur. Ha? Yox, Adam iblisin günahı var. İblisin günahı var. İblisin günahı odur ki, yəni işinə yalan qarışmadı. dedi, yalan dedi, Yalan onu dedi, azdırdı evet. falan diye. Əks Əks bir bir günahı oradaydı ki, səcdə eləmədi əvvəldən. əks bir yerə sən dedin də elə onu. Yəni ki, əbədi olmayan bir şeyi əbədiyyət kimi göstərdi. Yalan danışdı. Amma məsələ odur ki, o gördü ki, Adəm nə istəyir? Onu o yoldan vurdu, o yerlə, onun o Həm də zəhvini istədiyi tərəfdən də. Belə məsələn İmam Sadiq əleyhissalamdan hədis var ki, deyir şeytan sizə 99 dənə Allah bəyənən və özü istədiyiniz əməli təlqin eləyər, sizə elətdirər onu. Sonra 100-cüsü öz istədiyi olar məsələn. Mən. Ki o 9 oradan pilləkən kimi istifadə O eləyər. şam otunun içində yem verir ki, axırda onu salsın. Yoxsa məsələn birbaşa gəlib şeytan, özü adam da görmüşdü də şeytan ondan düşmənçilik elədi. Məsələn səcdə eləmədi filan bəsbəkan. O cürə. Bizim nə qədər vaxtımız var? Tamamlanır deyəsən. Tamamdır. Ha. Çox gözəl, şirin mövzular idi. Həqiqətən də bizim bu qaldı, hə? Qaldı xeyli. Qaldı 5 dəqiqə davam edə bilərik. 5 dəqiqədən söyləyəcək. Allah Teala Quran-Kərimdə Sabah varsınız da tərəfdə yenə. yazır, bu tərəfdə yazır. Siz yenə sabah varsınız da inşallah. Davam edərsiniz. Siz də gələrsiniz Siz də inşallah. gələrsiniz inşallah. Vaxtınız olsa inşallah gözləyirik siz. İftara baxar o şeylər. İnşallah. Allah qəbul etsin. Allah qəbul etsin. Çox sağ olun. Təşəkkür edirəm Hacı Hüseyn. Təşəkkür edirəm. Allah Var olasın inşallah. Hamınızı Allaha tapşırırıq. Çox sağ olun. Təşəkkür.